Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Qışa saxlamaq üçün çox dadlı manqal salatı hazırladım. Manqal salatına lazım olan tərəvəzləri, pomidor, biber və badımcanı yaxşı yumuşam. Sonra isə hazırladığım bu tərəvəzləri bişirmək üçün şişə yığıram. Badımcanlar iri olduğu üçün ortadan 2 yerə bölürəm. Kiçik ölçüdə olanda badımcanları bölməyə ehtiyac yoxdur. Hazırladığım badımcanları da şişə yığıb hazır qoyuram. Sonra isə manqalı yandırıb bu cür tam bişənə kimi közdə bişirirəm. Kimin manqalda bişirməyə şəraiti yoxdursa, bu ərzaqları sobada yüksək temperaturda bişirə bilər. Bişmiş ərzaqları manqalın üstündən götürüb iri bir sinyə yerləşdirirəm. Pomidorları isə şişdən ayırıb dərin bir qaba yığıram. Hazırladığım salatları yığmaq üçün bu cür orta ölçülü bankalardan istifadə edirəm. Soymuş badımcanları bu cür nazik qabığından ayırıram. Uzunsov şəkildə doğrayıb bankalara yığıram. Badımcanları zövqə görə istənilən şəkildə doğramaq olar. Bu cür bişmiş ərzaqları qabığından soymaq çox rahat olur. Bankalara alt hissədən bu cür badımcanları yığıram. Sonra isə eyni qayda ilə biberləri nazik qabığından ayırıb tumlarını təmizləyirəm. Badımcanı doğradığım kimi uzunsov doğrayıb ortadan 2 yerə bölürəm. Bankadakı badımcanın üzərinə yığıram. Ən sonda pomidorları soyuram və nimçədə doğrayıram. Doğradığım pomidorları bankalara yerləşdirirəm. Hazırladığım salatlar bankalarda bu cür qat-qat görünür. Dərin qazanın içinə dəsmal sərib bankaları üzərinə yığıram. Bankaların ağzını bağlamamaq şərti ilə qapaqlarını qoyuram. Qazana bankaların boğazına kimi ilıq su tökürəm. 15-20 dəqiqə qazın üstündə orta xodda qaynadıram. Qaynar halda götürüb qaşıqla havasını çıxarıram. Ağzını kip bağlayıb isti ədyala bükürəm. Soyuyana kimi ədyalın arasında qalır. Hazırladığım bu salatı qışda açıb servis edərkən zövqə görə sarımsaq, duz, istiyot, cəfəri əlavə edirəm. Bu salatı ilin bütün fəsillərində hazırlamaq olar. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Videonu bəyənməyi, kanala abunə olub rəy yazmağı unutmayın. Hələlik.